Telefon ustası müştərinin başına elə oyun açıb ki, ham ondan danışır. Və kim bu xəbəri eşidibsə, indidən sonra çətin ustalara telefonunu verib rahat gedər. Usta telefon təmiri zamanı dələduzluq üsulu kəşf edib, telefonunu təmir üçün ona etibar edən şəxsin həmin o telefonunu ələ keçirib, üstəlik müştərinin adına borc yığıb. Yəni, sosial şəbəkə hesablarına daxil olub, onun adından borc pul alıb tanışlarından. Sosial şəbəkələrdə bununla bağlı iddialar yayılıb, polisə müraciət edilib. Yəqin ki, yaxın vaxtlarda nəsə nəticə olar. Bu hadisə təhlükəsizlik qaydalarını gündəmə gətirir. Yəni, telefonu təmir üçün ustaya təqdim edərkən hansı təhlükəsizlik tədbirləri görməliyik ki, belə hallarla üzləşməyək? Mövzunu əməkdaşımız Sənan Bəhrəmli araşdırıb, diqqətlə izləyək, ehtiyatlı olaq. Telefonunu təmir üçün ustaya verən vətəndaşın başına iş gəlib. Usta telefonu düzəltdikdən sonra sahibinin Facebook hesabına daxil olaraq onun dostluğundakı şəxslərdən borca pul istəyib. Telefonun sahibi məsələdən xəbər tutub usta ilə əlaqə yaratmaq istəsə də nə zənglərinə cavab verilib, nə də telefonu geri qaytarılıb. Əməli törədən şəxsin Suraxanı rayonunda yaşadığı və gizləndiyi iddia olunur. Məsələ ilə bağlı polisə də müraciət olunub. Bu hadisə göstərir ki, telefonunu təmir üçün ustaya verənlər diqqətli olmalıdır ki, belə halla üzləşməsin. Ustaya verirsən ki, ekran şüşəsini dəyişsin, nə bilim, kamerası dəyişsin. Yəni, kodun bilib ki, nə edəcək? Nələrə diqqət yetirməlisiniz ki, sonra sizin şəxsi məlumatlarınızı ələ keçirməsin? Oca qorxuram ustaya verməyə telefonu. 2 dənə pasport yığmaq olar. Biri öz pasportun, diğeri örnek verim, uşağa verəndə kimi pasportun, onu verəndə heç bir şeye ulaşa bilmirlər. Maraqlıdır, telefonu ustaya verərkən parolun təqdim edilməsi mütləqdirmi? Elə bu sualı telefon ustalarına ünvanladıq. Bəzi bir şeylər olur ki, yəni məsəl üçün deyirəm, telefonda kamera sistemi işləmir, kamera çəkmir. Bu hallarda əslində şifrə lazım olur. Amma müştəri çox vaxt, yəni şifrəni özümüz yığmamış müştəriyə deyirik, özü yaxınlaşır, şifrəni yazır ki, yəni ürəyinə bir şey gəlməsin. Çünki olar ki, məsəl ki, bank kartı olar, digər bir şəxsi şəkillər falan olar. Bəzi məqamlarda hər dəfə yəni ehtiyac olmur da onu. Prosesor, məsələn, telefonda prosesor deyilən bir şey var. Məsələn, onu qaldırıb yığanda kod lazım olur. Telefon format istəyir, məcbursan onu kodu. Amma bəzi hallarda ekran da dəyişirsən, kod lazım olur. Məsələn, zaret qeyri dəyişirsən, olmur. Mütəxəssislər telefonunu ustaya etibar edən şəxsləri diqqətli olmağa çağırır. Təmir prosesi müddətində ustanın yanında olmaq ən doğrusudur. Yox, əgər telefonu verib bir neçə saat sonra götürmək niyyətindəsinizsə, telefonun ümumi parolundan əlavə şəxsi məlumatların təhlükəsizliyi baxımından istər sosial şəbəkələrə, bank kartlarının mobil tətbiqlərinə, istərsə də kontakt əlaqələrinə və qalereya bölməsinə etibarlı şifrələrin təyin olunması tövsiyə edilir. Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Dələduz telefon ustasının qurbanı olduğunu iddia edən vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Sənan Bəhrəmli, Pərviz Əliyev, ATV Xəbər.